20 avqust Azərbaycan musiqisinin iki böyük siması Xan Şuşinski və Dirijor Niyazinin anım günüdür. Onları birləşdirən ümumi cəhətlər olsa da, onlardan biri Azərbaycan musiqisini dünyaya tanıdan, İkincisi isə dirijor çubuğunun möcüzəvi səsi ilə musiqimizi hər kəsin yaddaşında saxlayan simalardandır. Amma onları birləşdirən ümumi cəhətlər də vardı. Onların hər ikisi Azərbaycan musiqisini əsrlər boyu öz dövrlərindən də uzaqlara yaşadaraq saxlamışdır. Xan Şuşinski artıq Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixinin bir danılmaz bir hissəsinə çevrildiyi üçün o daim Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti yaşadıkça o əbədi yaşayacaq. Hər bir mədəniyyətin simvolları, rəmzləri, öndə olan simaları var və Xan Şuşinski həmin o insanlardandır ki, biz Azərbaycan muğamını, ümumiyyətlə Şuşanın musiqi mədəniyyətini bu sima ilə bağlayırıq.